Bayaq Hüseynimə də deyirəm, müəllimə də deyirəm ki, bir anlığa gəlir gözümün qabağından bütün o hərəkətləri heç çıxmır. Yəni bu hərəkətlər çıxmır. Bu bala ki, özünüz bilirsiniz ki, bizim üçün qəhrəmandır. Deyə burada onun əsgərləri də durub. Yəni bu, mən elə deyirəm ki, yəni onun çox qəhrəmanlığı var. Seytas da elə ən Seytas bizim hamımız bilirsiniz ki, ən böyle kaynak dostlardan biridir. Onlar burada her günler atışıyor. Bunun her günü elə bir qəhrəmanlığı. Her günün götürüb bir kitaba yazsam bir qəhrəmanlığı. Mən orada konkret məsələsin, orada oktyabr döyüşlərini deyirəm ki, yəni oktyabr döyüşlərində bunun qəhrəmanlığı, ondan sonra mart döyüşlərində qəhrəmanlığı, ondan sonra dekabr döyüşlərində qəhrəmanlığı. Hələ bu orada olan döyüşlərdə mən bunu qısa deyirəm. Yəni ki, döyüşlərdəki var ki, onun qəhrəmanlığı, onların heç bir yaddan çıxmır. Bala kişi həqiqətən bizim üçün qəhrəmandır, qəhrəman da olacaq. İnşallah dövlətimiz də bunu qiymətləndirər, bildi qəhrəmanlığı verər. Yəni həqiqətən bu qəhrəmandır, qəhrəman da olacaq. Xatirələrdə genə deyirəm, həddindən əməliyyata keçər. Mən qalxıram bura. Mən maşınla ora qalxmaq istəyəndə bir də gördüm ki, təxmini bir orada 700-800 metr məsafə var. Oradan kəsə gəldi özünün atda maşına. Deyir ki, mən səni orada tək buraxa bilmərəm. Yəni bala kişi belə bir insanıdır. Bala kişi belə bir insanıdır, belə bir dostdur, belə bir qardaşıdır. Heç vaxt məsələsin razı olmazdı ki, məsələsin. Hansısa o belə qorxub, belə başa düşürdü ki, mən gedərəm ora başıma nəsə bir iş gələr. Yəni belə bu səviyyədə qoruyurdu. Çox yenə deyirəm, xatirələri var. Sadə bir şey deyim, mən məsələn birdən olurdu, keçirdik o tərəfə kəşfiyyatda zaten. Birdən elə özüm bir dəfə avtomatı saldım sürümü, gedirdim, xeylə getmişdim. Yetralını zonaya satmışdım. Bir də gördüm ki, gəldi. Arxamdan bir nəfər gördüm. Baxam görəm böyle. Bir hara gedirsən? Mənsiz gedirsən. Hara gedirsən, mən səni bıraxaram tək ola gedəsən. Yəni sözüm onda yox, biz getdik həmən vaxtı, orada kəşfiyyatda da, Üsbexli kəşfiyyatda da normal elədik, qayıtdıq, gəldik. Yəni bu belə bir insanıdır. Heç vaxt razı olmazdı ki, yəni mən harasa tək gedəm və yaxud elə bir ki, qoruyurdu. Çox təəssüf ki, biz onu qoruya bilmədik. Çox təəssüf ki, bu şəhidlik zirvəsinə ucaldı.